Salam dostlar, necəsiz? Nə var, nə yox? Ümid edirəm ki, yaxşısınız. Dünəndən WhatsApp'ım, telefonum dayanmır ki, dayanmır. İnsanlar təşviş həyəcandadılar ki, Cabir İmanov lapdan rəhmətə gedib, axı heç bir şikayəti yox idi. Mənim əzizlərim, mən bunu həmişə demişəm sizə. Lal xəstəliklərdən qorxmaq lazımdır. Anlatabildim mi? Yəni, ən güclü patoloji xəstəliklərin səssiz gəlməsini müşahidə edirsiniz. Müşahidə olunur. Yəni, heç vaxtı patoloji ağır bir xəstəliklər ki var, hansıları ki siz düşünürsünüz hər zaman, onlar səssiz gəlirlər. Tamam mı? Yəni, axırıncı stadiyalarda özlərini bürüzə verirlər. Məsələn, xərçəngdə elədir, infarkt lapdan ölüm ola bilər. Məsələn, siz ona fikir verməyə bilərsiniz. Tıxanma baş verər, 94%-ə gətirib çıxarda bilərsiniz ki, orada 6% bir qan dövranı olar, qan işləməsi olar. O da haçansa təzyiqiniz 140-150 olsa kifayət edir, tamam mı? Və hamısı bilir ki, təzyiq olanda qan laxtalanma baş verir, qanda laxtalanma olur və tromblaşmış ürək damarlarda o təzyiq biraz da laxtalanma verir və insan infarktdan dünyasını dəyişir. Çox zaman həyata qaytarmaq olmur o insanlar. Ona görə də simptomları oturub saymayın. Ay ürəyim sancır, ay nə bilim. Bu həmişə əzələ ağrısı ola bilər və sinir ağrısı ola bilər. Təbii ki, demirəm, ümumiyyətlə, heç ağrıdı, ağramadı. Siz hər 6 aydan bir check-updan çıxmalısınız. Check-up, yəni ürək check-upını yoxlatdırmalısınız. Ondan əlavə indi bizlər resept deyirik, ev reseptlərini, ucuzlu bir şeylərdir. Məsələn, evdə qida ilə zadla napitiklar düzəldirsiniz, nastoykalar içirsiniz. Daim ondan istifadə eləsəz, təbii ki, infarkt riski azalar. Tamam mı? Qaldı ki, niyə? Deyirsiniz ki, niyə axı məndə bu fikirlər var, niyə axı mən qorxuram, niyə bu ağrılar məndə var? Təbii ki, necə ki, uşaqlıqda sizi böyüdüblər, necə ki, sizə tərbiyə veriblər, o şuur altında yapışır qalır, ondan sonra düzgün düşünmək, yəni düşünmürsünüz, düzgün interpretasiya eləmirsiniz deyə, şuur altında o negativ bir nəsə informasiya kimi qalır və beyin özü onu böyüdə bilir. Tamam mı? Beyin özü bir mövzu tapır həmən o bir dənə qusok düşüncə üçün. Bir mövzu tapır ki, sizə o maraqlı olsun deyə. Təbii negativ olar, çünki beyin 80% həmişə negativə qaçır. O sizə göndərir formalaşmış bir şəkildə və siz qorxursunuz. Təbii orada amigdal sistemi özü aktivdir. Ona görə də qorxu sistemi daimi var deyə o düşüncələr də gələndə sizdə üstəliyir və gətirib belə bir fəsadlara çıxarda bilir. Anlatabildim mi? Yəni, adicə elementar bir şey sizə deyəcəm, yoxlayın evdə. Tutalım, yatırsınız, fərq eləmir, gecə, gündüz fərq eləmir. Yatanda götürün, nə bilim, TikTok'dan və hansı bir sosialda bir canlı bir yayım qoyun, kimsə danışır və onunla belə yuxuya gedin. Siz görəcəksiniz, o səsi şuur altı qəbul eləyəcək və özü orada senari yaradacaq. Siz elə bil ki, başlayacaqsınız onu yaşamağa. O səsə uyğun yaşayacaqsınız, anlatabildim mi? Məsələn, o səsdə kimsə indi deyir ki, mən getdim filan çörək yedim nəmlə, beyin onu elə yaradacaq ki, elə bir ki, sizsiz, sizin yanınızda kimsə var və siz gedirsiniz haradasa, oturursunuz, şam yeməyi yeyirsiniz və yaxud nahar yeyirsiniz. Bunu beyin
özü düzəldir. Anlatabildim mi? O cümlədən də sizdən bir dənə çink atırsınız ora, yəni bir informasiya və onu o formalaşdırır öz bildiyi kimi, sizə göndərir ki, sizə maraqlı gəlsin. Anlatabildim mi? Siz buna zasiklici olasınız, bunun dalıyca gedəsiniz. O marağındadır onun. Anlatabildim mi? İndi nəyə görə marağındadır? O mexanizmləri dəfələrlə danışmışam və lazımdırsa yenə də siz üçün bu şeyləri danışa bilərəm. Tak что nevroz ümumiyyətlə çox dərin bir şeydir. Bunu mən 20-30 ildə oxuyuram, hələ qutarmamışam. Təbii ki, bunu kitablar alıb oxumaqla deyil və yaxud internetdə bu informasiyalar yoxdur. Buna görə gərək mütləqdir ki, məktəbini, kurslarını, nə bilim və s. qutarasan, seminarlarında olasan, sessiyalarında olasan və bilgin çoxalsın. Nevroz çox dərin bir xəstəlikdir. Onu anlamaq üçün bir balaca gərək onun içində olasan, biləsən. Anlatabildim mi? Hətta nevrozlar var ki, neçə illərin nevrozudur və düşünür ki, mən öz-özümə kömək eləyə bilərəm və yaxud mən kiməsə kömək eləyə bilərəm, amma elə bir məqam gəlir ki, onun özünə artıq kömək lazım olur, tamam mı? Özü ondan bundan, hətta ən zəif nevroza belə zəng vuracaq ki, sənə qurban olun, boşun, məndə belə bir şey var, lic bu nəsə desin, bu sakitləşsin, tamam mı? Yəni, dərin bir şeylərdir bu. Dəhşətdir. Ona görə də bezinizi almayın. Kimsə rəhmətə gedirsə, Allah rəhmət eləsin. Onun vaxtı o qədərdir. Ona görə mənim birinci sözüm odur ki, mənim əzizlərim, büyüyün üçün, bu saat üçün yaşayın, bu dəqiqələr üçün yaşayın. Sabahki günü qətiyyətlə düşünməyin, tamam mı? Yəni, sabah nə olacaqsa, bir saatdan sonra biz bilmirik, qalmışdı sabahı. Yazıldı, gəldi, çıxdı, heç xəstəlikdən, heç ürək tutmasından ölmədiniz. Allah uzaq eləsin, getdiniz, maşın vurdu. Ən pisi, ən rahatı ölümdür, yadınızda saxlayın. Sizin də əksəriyyətinizdə ölüm qorxusu var, tamam mı? Yəni, eləsi də var ki, müraciət edirik, valla ölümdən qorxmuram. Əgər qorxu olmasa, sizi heç nə vadar eləməz mənə zəng vurmağa, tamam mı? Deməli, nəsə qorxu var ki, siz mənə yığırsınız da. Elə-belə yığmarsınız, onun öhdəsindən özünüz gələrsiniz. Anlatabildim mi? O içinizdədir. Siz özünüz asaznavat eləmirsiniz ki, mən həqiqətən qorxuram, amma qorxu var. Nə demək istəyirəm? Yəni, mən bunu həmişə demişəm ki, siz ağrıların dalıyca və yaxud hansısa sabah nəsə olacaq, filan olacaq, bunların dalıyca gedməyin. Əgər o vaxt gəldisə, maşın vura bilər səni, nə bilim, ən pisi, ən rahatı ölümdür. Ən rahatı. Ən pisi pasteldə yatmalıdır. Ondan qorunun, tamam mı? Ən pisi nevroz sizi pastelə salmaz. Amma elə bir şeylər var ki, sizi pastelə sala bilər. Yəni, yorğan döşəyə salar, möhtac olarsınız ona buna və öz əziyyətinizi öz gözlərinizlə görəcəksiniz. Ən çətini bunu. Tamam mı? Sağ olun, sağlıqla qalın.